Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda çox dadlı, kövrək, ağızda dağılan kətələrin hazırlanmasını sizinlə paylaşıram. Kətələr umaclı, qozludur. Hazırlanması da çox asandır. İndi keçək kətələrin hazırlanma qaydasına. Kətənin xəmiri üçün 4 stəkan un götürmüşəm. Stəkan ölçüsü 200 ml-dir. Çəki ilə təxminən 500-520 qram un eləyir. Üzərinə 1 çay qaşığı vanil əlavə eləyirəm. 200 qram da kərə yağını əlavə eləyib əlimlə ovuşdurub umaç halına gətirirəm. İstəyə görə yağı törkadan da keçirtmək olar, amma elə belə də çox rahatlıqla ovuşdurub umaç hazırlamaq olur. Umac hazır olandan sonra ortasında oyu qaçıram. 2 ədəd yumurtanın sarısını ağından ayırmışam. Ağın qatmıram, ancaq 2 yumurta sarısını xəmirə əlavə edirəm. 2 yemək qaşığı şəkər tozu, 180 qram xama əlavə edirəm. Xamanın yağlılığının heç bir fərqi yoxdur. İstəyə görə xamanı qatıqla da əvəz eləmək olar. Xamanın üzərinə də tam dolu olmayan 1 çay qaşığı soda əlavə edib biraz qarışdırıram. Yarım çay qaşığı da duz götürmüşəm. Duzu da əlavə edəndən sonra qarışdırıb xəmir yoğururam. Kətə üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxıb faydalana bilərsiniz. Nə çox bərk, nə çox yumuşaq, ələ yapışmayan bir xəmir olmalıdır. Belə gördüyünüz kimi xəmirim artıq hazırdır. Salafan paketə qoyub yarım saatlığa soyuducuya yerləşdirirəm. Bu arada umaclı içlik hazırlayıram. Umac üçün ərzaq qabına 8 xörək qaşığı un, 6 xörək qaşığı şəkər tozu, 1 çay qaşığı vanil, 100 qram da kərə yağı əlavə eləyəndən sonra bunları da əlimlə yaxşı-yaxşı ovuşdurub umaç halına gətirirəm. İstəyə görə umaca az sarı kök də əlavə eləmək olar, amma mən əlavə eləmədim. Umacım da artıq demək olar ki, hazırdır. Kətələr umaclı, qozludur. Ona görə 150 qram əzilmiş qoz ləpəsinin üzərinə 1 xörək qaşığı da şəkər tozu əlavə eləyib qarışdırmışam. Xəmirim artıq bərkiyib, soyuducudan çıxardandan sonra 2 yerə bölürəm. Kəsdiyim hissələrdən birini əlimlə yuvarlayıb, kündələyib onu yenə soyuducuya yerləşdirirəm. İkinci xəmir parçasını da kündə halından gətirib altın üstün biraz unlayandan sonra oxlovuna yayıb yayma açıram. Arada lazım olanda yenə un səpirəm, yayıb böyüdürəm. Xəmir yağlı xəmirdir, ona görə rahatlıqla da yayıb böyütmək olur. Təxminən 1-2 mm qalınlığında yayma yayıb açıram. Yaymanı açandan sonra üzərinə ayırmış olduğum yumurta ağından çəkirəm. Hər yerinə yaxşı-yaxşı yumurta ağı çəkirəm ki, içlik dağılmasın. İçlik umaclı qozludur, ona görə yaymanın hər yerinə umac səpmirəm. Elə videoda göstərdiyim kimi kənar hissələrinə, bir də orta hissələrinə hazırladığım umacdan əlavə eləyirəm. Əlimlə biraz düzəliş verirəm. İki tərəfdən boş qalan hissələrə isə qoz ləpəsindən əlavə eləyirəm. Hər tərəfə 3-4 qaşıq qozlu içlikdən əlavə eləyib qaşıqla düzəldirəm. Bükərkən dağılmasın deyə umacın üstündən qaşıqla biraz sıxıb hamarlayıram. Onda bükəndə çox rahatlıqla bükmək olur, içlik dağılmır. Bu şəkildə hazırlayıram. Yaymanın bir tərəfindən başlayaraq bükürəm. Sonacan vuraraq büküb rulon halına gətirirəm. Açıq qalan hissəni əlimlə sıxıb bərkidirəm. Belə gördüyünüz kimi içlikli bir rulon alındı. İkinci kündəni də birinci kimi
eyni qaydada hazırlayıram. Belə gördüyünüz kimi rulonlarım artıq hazırdır. Oxlovla üstündən biraz yayıram, genişləndirirəm. Xəmirin üstündən yumurta sarısı çəkirəm. Hər ikisinə də yumurta sarısı çəkirəm. Yumurta sarısını çəkəndən sonra, pişdikdən sonra üstü gözəl görünməsi üçün üstündə çəngəllə naxışlar vururam. Siz öz zövqünüzə görə istədiyiniz kimi naxış vura bilərsiniz. İstər romb şəklində, istər üçbucaq şəklində doğramaq olar. Mən üçbucaq şəklində doğrayıram. Rulonun ikisini də doğrayandan sonra yağlı kağız sərdiyim formaya düzürəm. Öncədən qızdırdığım 180 dərəcəlik sobada 20-25 dəqiqə üstü qızarana kimi bişirirəm. Kətələr artıq bişib, hazırdır. Sobadan çıxartmışam. Üstü çox yaxşı qızarıb, çox yaxşı qabarıb. Altı, üstü çox yaxşı pişib. Qat-qat, umacılı, qozlu, çox dadlı bir kətə alınıb. Qoyduqdan sonra artıq kətələrin dadına baxmaq olar. Ağızda əriyən, kövrək, qozlu, umaclı, çox dadlı kətələrdir. Siz də hazırlayın. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Videomuzu bəyənməyi, dostlarınızla paylaşmağı, öz fikirlərinizi şərh bölümündə mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.